Amerika prezidenti Donald Trump Sülh Şurası ən əhəmiyyətli beynəlxalq təşkilat qıla bilər deməklə faktiki olaraq yeni qlobal diplomatik platforma təşəbbüsünü gündəmə gətirib. Onun sözlərinə görə dünya liderləri bu platformada iştirak edir, maliyyə yatırır və layihə təkcə Qəzza ilə məhdudlaşmayaraq qlobal sülh mexanizminə çevrilə bilər. Amerika prezidentinin bu açıqlaması artıq beynəlxalq təhlükəsizlik sisteminin transformasiyası barədə strateji siqnaldır. Bəs görəsən, mövcud sistem niyə dəyişir? Çünki 2-ci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik arxitekturası əsasən BMT-nin üzərində qurulub. Lakin son 10 illiklərdə bu model ciddi problemlərlə üzləşib. Əvvəla Təhlükəsizlik Şurasında daimi üzvlərin veto hüququ münaqişələrin həllini bloklayır. Ukrayna, Qəzza, Suriya kimi münaqişələrdə qərarların qəbul edilməsi BMT-nin effektivliyini sual altına salıb. Bu fonda Sülh Şurası təşəbbüsü alternativ və ya paralel təhlükəsizlik mexanizmi kimi görünür. Trumpın BMT-nin böyük potensialı var, amma bu potensialdan tam istifadə olunmur fikri əslində özündə iki mesajı cəmləşdirir. Birincisi, BMT zəifdir, ikincisi isə ABŞ yeni mexanizm qurur, amma legitimlik üçün BMT-ni yanında saxlayır. Bu, beynəlxalq siyasətdə yeni tendensiyadır. Yəni, institutlar ləğv edilmir, amma onlar kölgədə qoyulur. Ona görə də Sülh Şurası ideyası əslində qarşıdakı dövrdə böyük dəyişikliklərin göstəricisi sayıla bilər. Belə ki, yaxın gələcəkdə klassik diplomatiyaya son qoyula, uzun danışıqlar yerini liderlər platformasına verə bilər. Digər tərəfdən, sülh artıq yalnız hüquqi deyil, maliyyə və investisiya layihəsinə çevrilir.